Qarşıdan gələn bayramlarla əlaqədar olaraq martın 11-də Respublika üzrə pensiyaların qrafikdən əvvəl tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Bakının Sabunçu rayonunun Maşdağı qəsəbəsinin bir hissəsində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, qabaqlayıcı tədbirlər çərçivəsində Maşdağı qəsəbəsi Nizami küçəsində diametri 1020 mm olan içməli su xəttinin qəzalı hissəsinin yenisi ilə əvəz olunması ilə əlaqədar martın 11-i axşam saatlarından martın 13-ünədək qəsəbənin bir hissəsinə suyun verilməsi dayandırılacaq.